Sonuncu ise muhterem kardeşler, es-saade, et-tevazu ve işretin tayyibe beynel insani vel ahir. Mütevazi olmak muhterem kardeşler. Saadeti, xoşbəxtçiliyə səbəb olan amillərdən birisi də mütəvazi olmaq və həmçinin də gözəl ünsiyyət etmək insanlarla, xoş davranmaq insanlarla. Hətta güclü olsan belə, nəyəsə qadir olsan belə, insanlarla gözəl rəftar etmək. Hər bir insanla, dərəcəsinə baxmayaraq, böyük və kiçiliyinə baxmayaraq, onlarla gözəl rəftar etmək, gözəl davranmaq və xüsusən də bu mütevazi insanların simasıdır. Eğer insan mütevazi olmazsa, tevazu sifəti olmazsa onda heç zaman insanlarla gözəl davrana bilməz. Çünki təkəbbürlük sifəti özündən aşağı insanlara məhəl qoymamaqdır. Onlara fikir vermir, onları insan yerinə qoymur. Bu artıq təkəbbürlük simasıdır, sifətidir. Hansı ki, qiyamət günü o insanın sifəti yerə qoyulacaq və insanlar öz ayaqları ilə üzünə basıb keçəcəklər. Allah subhanahu wa ta'ala o qədər xoşu gəlməyən bir sifətdir. Hətta cənnətə girməz təkəbbürlü insan, Allah qorusun. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mən təvada'a lillahi rafa'ahullah. Kim Allah üçün mütəvazi, təvazükar olarsa, rafa'ahullah. Allah onu ucaldır. Heç zaman düşünmə ki, bu əməli etsəm, mən alçalaram. Və bil ki, bir şey Allah üçün edərsənsə, mütəvazi olarsansa, təvazı olarsansa, o zaman onun qarşılığında Allah subhanahu wa ta'ala səni ucaldar. Çünki ucaldan da, endirən də yerlərin, göylərin sahibidir. İnsan heç zaman öz istəyi ilə, öz əməyi ilə ucala bilməz. Vallahi, Allah ucaldır insanı. İnsan hər zaman bunu düşünməlidir.